Bismillahirrahmanirrahim. Biz hal-hazırda Keşlər Əbstanlığında mənim qədim köhnə dostum, demək olar ki, əziz insan, İdris müəllim, məşhur insandır. Allah onu ruhu şad eləsin. Amin. Demək olar ki, mən 1980-cı il hərbi xidmətinə gələndən sonra 1980-cı il neft daşlarını işə düzəldim. 5 il orada mən işləmişəm, 80-dan 85-ə. Orada tanış olmuşam, gənə də deyirəm, onu ilə bağlı mənim böyük söhbətim var indi. Hansısa bir verilişdə, YouTube kanallarında, haradasa mən çıxış edəcəm bunun haqqında ətraflı. Ancaq bura çox yerləşməz bura. Əsas qeyri-adi söhbətləri demirəm burada. Onunla bizim başqa bir qeyri-adi söhbətlərimiz olub, tanış olandı biz. Ancaq onu deyə bilərəm burada ki, çox mədəni adam idi, mədəni ziyalı idi, çox hörmətçili idi, çox sadə idi. Hətta biz onun otağı vardı Neftaşlarında. Biz şam namazı qılırdıq, gedirdik onun otağına, söhbətə. Özü çay dəmlirdi, çay qoyurdu, qabağımıza çıxırdı, qəşşəngli söhbətlər edirdi. Fizikadan, kimyadan, cəbirdən, riyazatdan, tarixdən, ədəbiyyatdan, hədisdən, Qurana, hər şeydən danışırdı ya. Çox məlumat deyilirdi. Təsəvvür edin ki, 3 saat, 4 saat, gecə saat 1-ə isə, bir oturma 4 saat, hər axşam gəlirdi onun yanına, öyrəşmişdi. Yəni, o mənada dedim ki, İdris müəllim doğrudan da özü də xalqını sevən insan idi. Öz xalqını sevən insan idi. Dini, Quranı, imamları, hətta yəni ki, onun haqqında bir qısa söz deyimsə, yəni ki, o iş yerindən onu göndərmişdilər uzaq bir ölkəyə, komandirovka dillərdə dənizdən göndərmişdi. Oradan yarımçıl gəlmişdi. Yarımçıl gəlmişdi. Mən onunla görüşdüm. Dedilər, İdris müəllim gəlib, ancaq yarımçıl gəlib. Dedim, o necə oldu? Sən yarımçıl gəlmirsən, dedilər, filan. Dedim, mən yatıb yuxuda Həzrət Əlini görmüşəm. Həzrət Əli, qısa danışıram mən, söhbətim o böyükdür. Amma bu yerinə deyirəm. Həzrət Əli mənə bu sözü dediyi, o ilə söhbəti var. Yuxuda danışdı, tapşırıq verdi mənə. Sonra mən gəldim. Sonra da mən axırda dedi ki, get, səhv eləmirəmsə qardaşım dedi. Əgər səhv elə biləmsə. Dedi ki, get qardaşıma deyirəm ki, Həzrət Əli, 10 il bundan qabaq Əli süfrəsi nəzir edeyim mənə. Həzrət o süfrəni verməyim. Get qardaşıma deyirəm ki, o Əli süfrəsini versin. Mən gəldim, oradan düz gəldim qardaşım gələ. Görüşdüm o ilə. Dedim, sən belə bir nəzir eləmişsən. Dedim, onu sən hardan bilirsən? Dedim ki, nə üçün məyəm? Dedi, heç kim bunu bilmir. Mən belə bir nəzir eləmişəm. Ancaq heç kimə deməmişəm. Heç evdə də deməmişəm. Heç kimə. Belə şey olur, məsələn, demənə, dedi, İmam Əli yuxuma gəlir. Mənə deyib ki, gəlib sənə deyim. Bu söhbəti, mən bilmirəm, amma qardaşı qalıb yadımda indi. Bəlkə də qardaşı olmayıb başqa da, mənim yadımda qalanı deyiləm. Yəni ki, o qədər təsirlənmişdi, o qədər belə. Sonra başlandır da, otaqda namaz düzəltdik, bir yerdə namaz qılırdıq. Həm də şairliyi var idi. Qəşəng şeirləri. Gedirdi şairlər məclisinə. Orada dənizdə, neft daşlarında biz işlədik. İdris mənim çıxırdı, səhər-səhər bu işçilər gəlirlər, səhər yeməyi yeyirlər. Sonra səhər yeməyi yeyəndən sonra hamısı kütlə, işçilər çıxırlar ki, iş yerlərinə geçsinlər, küt. Bu kağızlara yazırdı şeirləri, yanırdı qapıda, saxlayırdı hamısını. Əvvəlcə hər səhər yeməkdən sonra bu şeirlərini dinləyirdilər dənizdə, qəşəng şeirlər yazırdı. Dinləyirdilər İdris müəllimi, sonra hamı daha, hər gün ha. Allah rəhmət eləsin, Allah ruhunu şad eləsin, Allah sizə can sağlığı versin. Gəldim, çoxdankı arzum idi, gəldim onun məzarını. Bu zonaya da çox gəlib, ələ yağına, ziyarətgaha, bu zonaya məşəqə. Bu işdən sonra mən işdən çıxdım, bu da çıxmışdır orada işdən. Gəlirdi mənim yanıma, meçidə, ələ yağ ziyarətgahına, saatlarla bizim söhbətlərimiz olur. Allah ruhunu şad eləsin. Allah ruhunu bizə dua eləsin inşallah. Ümumi dua xərəcəndə.
O da İdris müəllim öz ruhi, babaları, qardaşı Rəhman, burada yatanlar hamısı onların qohumlarıdır. Allah onların İdris müəllimin, Hacı İdris müəllimin demək olar ki, simasında onların hamısını biz burada iştirak edirik. Hamımızın Allah cəmi sevir də. Bizim də ölənlərimiz onların içərisində İdris müəllimin simasında. Allahümme salli ala Muhammed və ali Muhammed. İlahi əyyid dinə və əhlə və ansuril İslamə və əhlə və ahfizil Qur'anə və əhlə və ec'al əvaqib umurina xeyra ilə ərvahil mərhumindən məğfurin siyyəməl mərhumil məğfuril məbruril ma'lum bin nəbiyyə alihi və bil Fatihə. Allahümme salli ala Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillah. Rahmanirrahim.